26-28 may tarixlərində Bakı-Tiflis-Bakı qatarının fəaliyyətə başlayacağı barədə yayılan xəbərlər ictimaiyyətdə maraq doğursa da bu reallaşmadı. Digər tərəfdən sözü gedən məsələ quru sərhədlərin açılması istiqamətində ilkin mərhələ adlandırılırdı. Vətəndaşlar bu tarixə ümid etsələr də hələ heç bir rəsmi təsdiq və ya praktiki addım yoxdur. Qatar niyə fəaliyyətə başlamadı? İctimaiyyətə nə zaman aydın məlumat veriləcək? Qısa xəbər, az xəbər verir ki, Globalifo ASA danışan Ağ Partiya sədri Tural Abbaslı xatırladıb ki, bu barədə Gürcüstan tərəfi məlumat yaymışdı. Azərbaycan isə səssizliyini qorudu, nə təsdiq, nə də təksib etdi. Ona görə də 26-28 may tarixlərində quru sərhədlərin açılmayacağı məlum idi. Bu, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətində olan bir şey deyil. Məsələ ilə bağlı Nazirlər Kabineti qərar verməlidir. Çünki quru sərhədləri karantin rejimi səbəbilə bağlanıb. Müddət iyulun 1-nə kimi uzadıldığına və şərtlər qüvvədə qaldığına görə o vaxta qədər quru sərhədlərin açılmasından söhbət gedə bilməz. Abbaslı əlavə edib ki, sərhədlərin tez bir zamanda hətta gələn həftə açılması məqsədə uyğun olardı. Artıq yay ayları başlayır. Bu, həm qarşılıqlı turist axınını tənzimləyər, həm də kənd təsərrüfatı məhsullarının ticarətinə, kiçik biznesin fəaliyyətinə töhfə verərdi. Qadağanın götürülməsi iqtisadi fəallığa da səbəb olar. Bu istiqamətdə təhlükəsizlik məsələləri də vurğulanır. Hesab edirəm ki, müvafiq qurumlar bu təhdidlərin qarşısını ala biləcək gücdədir.